Mədə nevrozu nədir? Səbəbi, əlamətləri. İndi bir çox insanlara diaqnoz olunan mədə nevrozu əslində ağlabatan diaqnoz kimi görünmür. Axı mədənin hissiyatı, beyni mi ki var? Nevroz da olsun. Hazırda digər mədə xəstəlikləri ilə qarışdırılan, çox rast gəlinən və köp mədə üçün olan dərmanlar, müalicə olunmayan mədə nevrozu nevroloji problemdir və nevroloqların sahəsinə daxildir. Mədə nevrozu dediyimiz kimi, sıradan və mürəkkəb mədənin fizioloji xəstəlikləri ilə bənzərdir. Əlamətləri: epiqastral nahiyədə və qarında gəzən ağrı, mədədə ağırlıq hissi, köp, gəyirmə, turşulu, hıçqırma, sanki yanğı hissinin olması, döş sümüyünün arxasında diskomfort, sıxıntının olması, qəbizlik və ishalın olması, gecələr bu şikayətləri artması nəticəsində yuxusuzluq. Sağlam adamda bu şikayətlər olmamalıdır. Mədə nevroz dedikdə mədənin diskinetik tipli funksional dispepsiyası nəzərdə tutulur. Bu xəstəlik stres, psixi-emosional gərginlik, əqli yorğunluq, uzun müddət düzgün qidalanmama nəticəsində inkişaf edir. Xəstə tünd çay, kofe qəbulu, siqaret çəkdikdən sonra kəskinləşə bilər. Müalicəsi: mədə nevrozu müalicəyə yaxşı tabe olur. İlk növbədə sinir sisteminin tipi müəyyən edilir. Fiziki və emosional gərginlik minimuma endirilir. Pəhriz təyin olunur. Gündəlik pəhriz yeməklərinə pendir, kişmiş və quru meyvələr əlavə olunur. Bu sinir sisteminə müsbət təsir edir. Mədə nevrozunun terapiyasında dərman preparatları ilə yanaşı, müalicəvi dərman bitkilərinin, nanə, çoban yastığı və s. dəmləmələrindən də geniş istifadə olunur.